Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutq ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. Müdafiə Nazirliyi xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli aşağı, Əbdürrahmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən silahlı qüvvələrimiz mövqelərini atəşə tutublar. Düşmən cavab atəşlər susturulub. Eyni zamanda Azərbaycan ordusunun hərbçisi zabit yoldaşını güllələyib. Hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin zabiti Leytenant Emin Hübbətovun əlindəki silahdan təhlükəsiz qaydaların pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı baş leytenant Samir Məmmədova dəyib. Bir güllə yarası alan zabit hospitala yerləşdirilib. Müdafiə Nazirliyi mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanılıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Həmzə Məmmədli, İzgan TV.